Salam hörmətli izləyicilər, Neytral Zonada xoş gördük. Bu dəfəki mövzumuz İran-Amerika danışıqları, Rusiya-Ukrayna müharibəsi, Ermənistandakı parad və Azərbaycan daxilində baş verən və müəyyən proseslərlə bağlı olacaq. Öncə Amerika-İran arasında baş verən proseslərə toxunmaq istəyirəm. Faktiki olaraq biz görürük ki, Amerika ilə İran arasında müəyyən mənada danışıqlar prosesi gedir, amma tərəflərin razılığa gəldiyini demək mümkün deyil. Hər iki tərəf, həm İran tərəfi, həm Amerika tərəfi qeyd edir ki, əslində danışıqlar prosesi gedir, amma müəyyən mənada həm də dalana dirənir. Və paralel olaraq tərəflər, həm İran tərəfi, həm də Amerika tərəfi müharibəyə hazırlıq prosesində həyata keçirirlər. Yəni Amerikanın regiona yenidən silah-sursat daşıdığını da müşahidə olunur. Bundan əlavə İran da daxildə yenidən müharibəyə hazırlaşmaq üçün və əgər müharibə baş verərsə bunu aparmaq üçün hazırlıq proseslərini davam elətdirir. Yəni faktiki olaraq bir müəyyən atəşkəs var, atəşkəs kifayət qədər kövrəkdir və onu da qeyd edeyim ki, məsələn, Amerika tərəfi İranın hərbi bazalarına zərbələr endirdi Bəndər Abbas limanında və İran tərəfi də Birləşmiş Ərəb Əmirlikləri ərazisində yerləşən Amerikanın aviabazasına zərbələr endirdi və orada kifayət qədər də dağıntıların və kifayət qədər də çox ciddi yanğınların olması ilə bağlı da dəqiq informasiyalar var. Yəni faktiki olaraq tərəflər bir-birinə müəyyən mənada zərbələr endirir. Yeri gəlmişkən elə bu atəşkəs əslində həm də bu deməkdir. Çünki elə zamanında da Azərbaycan da Ermənistanla bir atəşkəs içərisində idi, amma hər gün atəşkəs pozulurdu. Zaman-zaman tərəflər bir qədər hətta bir-birlərinə zərbələr də endirirdilər. Azərbaycan tərəfdən də şəhidlər olurdu, Ermənistan tərəfdən də itkilər olurdu. Yəni atəşkəs prosesi əslində elə həm də bu deməkdir. Yəni tərəflər çalışırlar ki, maksimum bir-birlərini ciddi şəkildə yoxlasınlar və masada qalib gəlmək üçün əllərindən nə gəlirsə onu etsinlər. Və paralel olaraq biz Rusiya-Ukrayna müharibəsinin şiddətli şəkildə artıq getdiyinin şahidi oluruq. Yəni Ruslar uzun zaman idi ki, Ukrayna ərazisinə çox ağır zərbələr endirmirdilər, amma son dönəmlər Rusların xüsusən bu Ukraynanın əslində Rusiyaya indirdiyi zərbələrdən və daha çox neft emalı zavodlarına və yaxud da ki, ümumiyyətlə silah anbarlarına, dronların idarə etmə mərkəzlərinə indirdikləri zərbələrdən sonra Rusiya tərəfi də artıq həm Kiyevi, Odessanı, ümumiyyətlə Ukraynanın demək olar ki, bir çox şəhərlərinə ağır zərbələr indirir. Və yeri gəlmişkən Rusiya artıq anlayır ki, bu müharibəni yekunlaşdırmaq lazımdır və ona görə də şəxsən mən düşünürəm ki, müharibə bir qədər şiddətlənəcək. Kimin xeyrinə olacaq, hansı tərəf bu müharibədən qalib ayrılacaq, hər halda onu zaman göstərəcək. Çünki müharibələri proqnoz etmək mümkün olmur. Amma real vəziyyət ondan ibarətdir ki, indiki mərhələdə Ukraynanın işğal altında olan torpaqlarını işğaldan azad edəcək gücü yoxdur. Düzdür, Rusiyanı zəiflətmək, Rusiyaya zərbələr endirəcək gücü var. Bunu xüsusən dronlar və raketlər vasitəsilə eləyə bilir, amma bunu ümumiyyətlə torpaqlarını işğaldan azad etməklə bağlı Ukrayna tərəfinin xüsusi bir addımlar atacağını və hansısa bir ciddi nəticələr əldə edəcəyini şəxsən indiki mərhələdə gözlənilmir və mən şəxsən gözləmirəm. Və paralel olaraq Rusiyanın həm Baltikyanı ölkələrlə bağlı da planları var və ümumiyyətlə məlumatlar onu deyir ki, Rusiya Kaliningrada çox ciddi şəkildə silahlar yığır və Kaliningrad istiqamətini çox həm hava hücumundan müdafiə sistemləri, həm raketləri ümumiyyətlə sayını getdikcə çoxaldır, əlavə qoşun cəmləşdirir. Bu da onu göstərir ki, Rusiyanın Baltikyanı ölkələrlə bağlı, xüsusilə də Suvalki dəhlizi ilə bağlı planları ciddidir. Yəni bunun ciddi olduğunu göstəricisidir. Ona görə də indiki mərhələdə düşünürəm ki, Rusiya həm Ukrayna müharibəsi ilə paralel olaraq da Baltikyanı ölkələrlə bağlı addımlar ata bilər və Rusiya ümumiyyətlə Avropada hansısa bir ölkəyə zərbə endirmək niyyətində idi. Bunu əvvəlcədən də proqnozlaşdırırdıq. Əgər kanalımızı izləyənlər bilirlər, bunu əvvəlcədən də proqnozlaşdırırdıq. Amma Rusiya bunu müxtəlif cür elədi. Polşa istiqamətinə elədi, Rumıniya istiqamətinə, Finlandiya istiqamətinə. Yəni yoxladı, bir çox yerləri yoxladı və düşünürəm
düşünürəm ki, Rusiya zəif bənd kimi Baltikanı ölkələri seçib və ora ola bilsin ki, zərbələr endirsin və müharibəni də bununla yekunlaşdırsın. O ki qaldı, digər tərəfdən Rusiyanın Cənubi Qafqaz maraqları var və Ermənistanda seçkilər ərəfəsidir və faktiki olaraq Rusiya artıq birinci ağızdan, yəni Putinin dili ilə artıq ikinci dəfədir ki, Ermənistanı təhdid eləyir. Birinci təhdidi bir qədər gülməli idi və yaxud da ki, belə deyək, birinci təhdidində konkret olaraq Putin bildirirdi ki, yəni Ermənistanın Avropaya doğru getməklərini dəstəkləyirlər, amma nəzərə alsınlar ki, Ukraynada bu addım atırdı. Amma Putinin son açıqlaması və son bəyanatı açıq şəkildə göstərdi ki, Rusiya Ermənistanla bağlı planları da ciddidir və bu o deməkdir ki, Ermənistandakı seçkilərin nəticəsinə görə Rusiyanın Cənubi Qafqazla bağlı, xüsusilə Ermənistanla bağlı müəyyən planları olacaq və bu planları həyata keçirə biləcək. Və onu da qeyd etmək lazımdır ki, düzdür, Azərbaycanda bir çoxları mən görürəm, yəni sanki Paşinyanı qəhrəmanlaşdırırlar. Məsələn, sanki Paşinyan Azərbaycan dövlətinə xidmət etmiş kimi davranırlar. Və nəzərə almaq lazımdır ki, indiki sülhdən danışan, daha çox sülhün olmasından danışan Paşinyan, yəni Qarabağ Ermənistandır kəlməsini deyən də əslində o Paşinyan idi. Sadəcə olaraq zaman dəyişdi, hərbi güc tamamilə Paşinyana hər şeyi başa saldı və ona görə də Paşinyan bu tip danışmağa, bu tip fikirlər səsləndirməyə başlayıb və nəzərə almaq lazımdır ki, Paşinyan ümumiyyətlə müharibədən sonraki dönəmdə və Paşinyan təkcə Paşinyan yox, Paşinyan hökuməti və onun dəstək olan istər Fransadan olsun, istər Avropa İttifaqı olsun, müəyyən mənada Amerika olsun, onlar Ermənistan ordusunun ümumiyyətlə güclənməsi üçün hər addımlar atıblar. Misal üçün Azərbaycanda bir çoxlarının Ermənistanın keçirdiyi hərbi paradla bağlı təhlillərini, analizlərini dinlədim və oxudum və bir çoxsu maksimum çalışırlar ki, və qeyd edirlər ki, Ermənistanın aldığı silahlar, yəni sanki heç nəyə yaramır, ümumiyyətlə bu silahlar heç bir şeyə lazımsız bir silahlar kimi təqdim etməyə çalışırlar. Yəni silahı ümumiyyətlə lazımsız, zəif təqdim etmək nə qazandırır insanlara, açığı mən onu bilmirəm. Çünki yəni silaha zəifsən, silahı aşağılayanda silah aşağılıq olmur, silah zəif olmur. Yəni bunun sabahları əks effekti də ola bilər. Və mən amma düşünürəm ki, Azərbaycan ordusunda və Azərbaycan ümumiyyətlə dövlətində müəyyən qurumlar var ki, onlar bu məsələyə çox ciddi yanaşırlar və Ermənistanın hansı silahlar aldığını, niyə bu silahları aldığını və bunları ciddi şəkildə təhlil edirlər. Yəni, məsələn, bəzi ekspertlərin və bəzi ümumiyyətlə bu sahə ilə məşğul olan jurnalistlərin ümumiyyətlə yazdıqları və dedikləri açığı reallığı əks etdirmir. Və maraqlısı ondan ibarətdir ki, Ermənistan bu paradda daha çox və deyərdim ki, bəlkə də 90%-ə yaxın 2020-ci ildən sonraki aldığı silahları nümayiş etdirdilər. Bu Hindistandan, Fransadan və digər ölkələrdən idi. Və bu silahlar kifayət qədər hesab edirəm ki, müasir silahlardır və Ermənistanın dron sənayesini inkişaf elətdirdiyindən ən azından biz onun da şahid oluruq ki, Ermənistan özü dron sənayesini inkişaf elətdirir və bundan əlavə Hindistandan aldıqları artilleriya vasitələrinin, mərmilərinin istehsalı prosesinə başlayır və ən maraqlı məsələ Ermənistan ordusunda ən güclü tərəflərindən biri minatanlardır və Ermənistan artıq bu minatanları həm də elektron bir vəziyyətə keçirməyə çalışır və hesablama məsələsini elektronlaşdırmağa çalışır. Bu yöndə də ən azından gördük. Yəni, faktiki olaraq bizimkilərin təqdim elədiyi və bizimkilərin sülhpərvər kimi təqdim elədiyi Paşinyan əslində çox ciddi şəkildə hazırlıq prosesinə gedir və mən düşünürəm ki, əslində elə Paşinyan hökuməti və Paşinyan hakimiyyəti bu silahları
və ümumiyyətlə hərbi büdcəni azaltmadığı üçün Azərbaycanda bu hərbi büdcəni azaltmadı və onlar maksimum çalışırlar güclənməyə və düşünürəm ki, bəzən bizim Azərbaycanda bir çoxları elə düşünür ki, elə Köçəryan və Sərkisyan və bunlar revanşistlərdir, amma reallıq ondan ibarətdir ki, elə Ermənistanda ən böyük revanşist elə Paşinyan özüdür, çünki o bugünü yox, gələcəyi hesablayır, gələcəyə yatırım etdiyini şəxsən mən düşünürəm. Azərbaycana gəldikcə isə Azərbaycan daxilində baş verən proseslərə gəldikdə isə təbii ki, bunlar hamısı çox iyrənc və hətta deyərdim ki, yəni insanı hər şeydən soyudan bir proseslərdir. İstər Azərbaycanda baş verən mövzulara biz baxırıq, görürük ki, uşaq pulu məsələsi insanları hər kəs təhqir eləyir. Bundan əlavə deputat çıxır, jurnalistlər çıxır, insanları təhqir eləyirlər. Bütün sahələrə biz baxdıqda biz bir boşluğun olduğunun şahidi oluruq və sanki hər kəs düşməndir, yəni Azərbaycan xalqından bir rəqabət içərisindədirmi və yaxud da ki, bir xalqla ümumiyyətlə insanlar faktiki olaraq bu insanları daha da çətin vəziyyətə salmaq, ağır vəziyyətə salmaq və yaxud da ki, daha çox sanki elə görünür ki, kim daha çox Azərbaycan xalqını aşağılayar, sanki bir yarış keçirilir və düşünürəm ki, bütün bunların hamısı heç də bu onu göstərir ki, həm də bizim cəmiyyət siyasiləşmiş bir cəmiyyət deyil. Bizim cəmiyyət məişət cəmiyyətidir və Ermənistanda baş verən proseslərə və Gürcüstanda baş verən proseslərə biz baxırıq. Bütün bunların hamısı siyasi proseslərdir. Azərbaycanda isə konkret olaraq elə məişət səviyyəli məsələləri hamısına məişət səviyyələri yanaşıldığı üçün və hər kəsin də, hətta bizim bəzən olur ki, siyasətçilərimiz belə proseslərə məişət səviyyəsindən yanaşır. Yəni məsələlərə siyasətçi kimi, siyasi bir proses kimi yanaşa bilmirlər. Ona görə də hesab edirəm ki, düzdür, Azərbaycanda bir çoxları deyəcəklər ki, Azərbaycanda stabillik var. Bəli, razıyam, Azərbaycanda stabillik var. Amma başqa bir sual çıxır ortalığa. Stabillik hər zamanmı uğurdur? Düşünürəm ki, bunların hamısına ciddi şəkildə diqqət etmək lazımdır. Mən ümumiyyətlə istəmədim şəxslərin adını çəkim, bir-bir onların fikirlərini səsləndirim. Çünki o şəxslərin hesab edirəm ki, Azərbaycan cəmiyyəti üçün, Azərbaycan xalqı üçün və bu dövlət üçün gələcəkdə və yaxud da ki, indiki zamanda heç bir xeyri yoxdur. Əslində o adamların ancaq zərərdən başqa heç bir xeyirləri yoxdur. Ona görə də ümumiləşdirib çalışıb fikrimi qeyd etmək istəyirəm ki, və insanlar da bilsinlər ki, ən azından mövqeyimiz nədir, düşüncəmiz nədir, bu proseslərə yanaşmamız nədir. Və qeyd etmək istəyirəm ki, açığı indiki mərhələdə və istər cənub qonşumuz müharibə içərisində, şimal qonşumuz müharibə içərisində, Türkiyənin özü çox çətin bir proseslərin içərisindədir. Yunanistanın silahlanması var, Kiprlə bağlı məsələlər var, yaxın şərq hələ dayanmayıb və bütün bunların içərisində Azərbaycan cəmiyyətinin ümumiyyətlə bu cür savadsızcasına, bu cür debilcəsinə məsələlərin ümumiyyətlə müzakirəyə çıxarılması və bu cəmiyyətə bu müzakirələri ümumiyyətlə bu prosesə ümumiyyətlə qoşulması hesab edirəm ki, bizim ancaq zərərimizi işləyəcək və ümid edirəm ki, hər şey sonda bizim üçün, yəni istər xalq üçün, istər dövlət üçün yaxşı qurtarar. Amma proseslər onu göstərir ki, və bu insanların davranışları onu göstərir ki, Azərbaycan hələ də, hətta müharibədən çıxsa belə, Azərbaycan hələ də xalq olaraq və millət olaraq formalaşma prosesini hesab edirəm ki, tam şəkildə keçə bilməyib və bizim bəyənmədiyimiz və bizim ümumiyyətlə tənqid etdiyimiz, hətta lağ etdiyimiz Ermənistan cəmiyyətinin necə siyasiləşdiyinin ən azından şahidi oluruq və düşünürəm ki, bu regionda proseslər hələ yekunlaşmayıb, bu regionda hər şey bitməyib və bu regionda əslində proseslər bir müddətdən sonra daha da aktivləşəcək və qızışacaq. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, var olun.